Salam hörmətli izləyicilər, xoş gördük sizi Ziraət TV kanalında. Bugün istərdim sizinlə lobya bişirək. Bunun üçün bizə nə lazımdır? Bunun üçün bizə lobya, 1 ədəd soğan, yağ, duz istiyor zövqə görə. Əvvəlcə lobyalarımızı gördüyünüz kimi bu formada əlimizlə qırırıq. İstəsəniz doğraya da bilərsiniz, amma mən qırmağa üstünlük verirəm, yəni belə. Gördüyünüz kimi lobyalarımızı belə qırırıq. Bunu nə üçün qırırıq? Həm lobyalarımız çox körpədir, həm də belə əllə qıranda daha dadlı olur. Bir də onu deyim ki, əvvəlcədən lobyalarımızın gördüyünüz kimi başı və uç hissəsi təmizlənibdir. Lobyaları belə qırdıqdan sonra indi isə suya çəkirik. Lobyalar suya çəkdikdən sonra bir qazana tökürük. Üzərinə 1 stəkan qaynanmış su əlavə edirik və ocağa qoyuruq pişsin. Ağzını da örtürük. İndi isə soğanımızı gördüyünüz kimi belə formada kəsirik və bunu doğrayıb qızardacaq. Soğanı bu formada doğradıqdan sonra üzərinə yağ əlavə edirik. Yağımızı əlavə etdikdən sonra soğanımızı qızardırıq. Soğanımız da belə qovrulduqdan sonra bunu lobyanın üzərinə əlavə edirik. Və sonra qarışdırırıq. Gördüyünüz kimi lobyanın suyu tam çəkilib. Üzərinə duz əlavə edirik. Və qarışdırırıq. Qarışdırdıqdan sonra isə biraz da soğanla pişməyə qoyuruq. Bu da artıq lobyamız pişdi, hazırdır. Hər kəsə təşəkkür edirəm. Videomuza like qoyun, kanalımıza abunə olun. Çox sağ olun.